Deməli, inkar cümlələr testlərində bizə lazım olacaq əsas şeylər nədir? Birinci təməl qayda, hamımızın bildiyi kimi. Bir cümlədə bir inkar işlənir. Təməl qayda budur. Bir cümlədə bir inkar işlənir. Amma cümlənin mürəkkəb cümlə olması ehtimalını da göz ardı eləmirik. Cümlə mürəkkəb cümlə olur, hər iki tərəfdə öz inkarlığı olar, mənim bundan işim yoxdur. Birinci təməl qayda buydu. İkinci təməl qayda, inkar cümlələrdə həmcins üzvlər and bağlayıcısı ilə bağlanmaz. Hətta bunu belə biraz daha aydın formada deyim, İnkardan sonrakı həmcins üzvlər and bağlayıcısı ilə bağlanmaz. Amma burada iki nüans var. Mən deyirəm sizə, inkar cümlələrdəki həmcins üzvlər bir-birinə and-lə bağlanmaz. Amma inkar cümlələr bir-birinə and-lə bağlanar. Yəni, məsələn, mən deyənmərəm ki, I can't find a book and a notebook. Çünki bookla notebook həmcinsdir orada. Deməli, I can't find a book or a notebook. Burada bu formada deməliyəm. Amma iki inkar cümlə bir-birinə and-lə bağlana bilər. Deyirəm ki, I can't find the book and I try to buy a bookshop to buy it. Yəni, kitab dükanı axtardım ki, alım da kitabı. Aydındır? Çünki gördünüz, burada and-ilə inkar cümlələri bir-birinə bağladım. Həmcins üzvləri yox ki, həmcins üzv nədir? Kitab və dəftər. Orada o inkar cümlədirsə, mən onları and-ilə bağlamam düzgün deyil. Bu, and ilə bağlı deyəcəklərimizdir. Sonra, inkarlıq bildirən bağlayıcılar var. İnkarlıq bildirən bağlayıcılar neither nordur məsələn biri. Neither nor nə deməkdir? Nə də deməkdir? No or bağlayıcısı var. Nə deməkdir no or bağlayıcısı? Nə də. İki dənə inkar bağlayıcı var bizim hələ bu hissədə görəcəyimiz. İki dənə inkar bağlayıcı. Neither nor, no or bağlayıcıları. İnkardılar. Bizi nə çaşdıracaq? Not only but olsun. Not only but olsa inkar deyil. Bunu unutmayaq. Not only but olsa əksinə iştirak bildirən bağlayıcıdır. I like not only the computer, but also its operation system. Mən nəinki kompüteri, həm də onun əməliyyat sistemini xoşladım. Okay, burada gördünüz ki, iştirak bağlayıcısı funksiyasında işlədirəm. Oradan not məni çaşdırmasın. Yaxşı. Hələ artikelların işlənməsinə gələcəm. Bilirəm, beyninizdə unutursunuz. Sonra, no ilə not barəsində biz əvəzlik mövzusunda danışmışdıq. Yenə güncəlliyə o məlumatları. Biz bilirik ki, no ilə not fərqlidir bir-birindən. Çünki nodan sonra article gəlmir, any gəlmir, of sözünüzü gəlmir. Təkrar edirəm. Article, any və of sözünüzü nodan sonra gəlmir. Amma notla bağlı belə bir qayda yoxdur. Notdan sonra article da gələ bilər, any də gələ bilər. Of sözünüzü də gələ bilər, heç bir məhdudiyyət yoxdur. Amma notun məhdudiyyəti əslində burasındadır ki, not ya to be-nin formalarına am, is, are, was, were bunlara birləşərək, bunlara qoşularaq inkarlıq yarada bilir. Ya da ki, hər hansısa bir köməkçi feylə və yaxud modal feylə qoşularaq inkarlıq yarada bilir. Amma heç bir halda əsas feylə qoşularaq inkarlıq yarada bilmir. Məsələn, mən demirəm də I go not və yaxud I not go. I not go. Məsələn, belə şey yoxdur da. Not 100% birləşməlidir hər hansısa bir köməkçi feylə və yaxud to be-nin formalarına ki, inkarlıq yarada bilsin. Amma no-ün da belə bir məhdudiyyəti yoxdur. Yaxşı. Any haqqında bir qaydanı vurğulayıram sizə. Any'ni unutmayın ki, inkardan əvvəl yox, sonra işlənə biləcək bir şeydir any. İnkardan əvvəl yox, sonra işlənə bilər. Amma any barəsində yadımızdaydı. Bir mən qeyd demişdim əvvəlki mövzusunda ki, ifli və withoutlu cümlələrdə any işlənə bilmə məsələsi. If və without olan cümlələrdə any işlənə bilər. İndi ifli cümlələrdə any bir dənə inkardan əvvəl gələ bilər. Başqa heç bir hal yoxdur. Başqa heç bir halda any inkardan əvvəl gələ bilməz, sonra gələ bilər. Mən bura either or da aid edirəm. Either or da həmçinin inkardan əvvəl yox, sonra işlənməli olan bağlayıcılar və yaxud əvəzliklər funksiyasını daşıyır. Həmişə either or, any'nin törəmələri inkardan sonra işlənməlidir, əvvəl işlənə bilməz. Təkrar edirəm, bir dənə istisna ifli cümlələrdə any'ni inkardan əvvəl görsəz, bunu any'nin istənilən mənası kimi qiymətləndirin və yaxud ümumiyyətlə inkar tərcümə kimi qiymətləndirib onu düzgün götürmək olar. Davam edirəm. Deməli, inkar bildirən bağlayıcılar dedik biz sizə, neither nor, no or dedik. Sonra or inkarlıq bildirməsə də inkar cümlələrdə işlənə biləcək bir bağlayıcı növüdür. Həmcins üzvləri bir-birinə bağlayır, özü and-i əvəz edir bildiyiniz kimi. Sonra either or var, ya da mənası verir, amma inkar cümlələr daxilində o da həmçinin nə də mənası ifadə edir. Amma unutmayın ki, bu tip iştirak bağlayıcıların hamısı ilə bağlı ən böyük, ən vacib təməl qayda bundan ibarətdir ki, no orun tərəflərində article olmaz
Mən tərəflərində dedim. No orun tərəflərində, yəni hər iki tərəfində artiklı siləcəm. Niyə? Çünki mən diqqətsizlik eləyib nodan sonra artikl olmaz deyirəm, oradan sonraya baxmıram. Amma no orun tərəflərində artikl olmaz. Amma məsələ gedəndə neither nora, either ora, hətta ora, bu zaman isə artiklların işlənməsi vacibdir qürbət. Mütləq artikl qoymalıyıq ora. Bu da bizi testdə həqiqətən çatışdıra biləcək nüanslardandır. Sonra also inkar cümlələrdə işlənməz. Either, üzr istəyirəm, also inkar cümlələrdə işlənməz. Bir cümlə to ilə bitirsə, to işlənməz deyənmərik. Bir cümlə to ilə bitirsə, cümlə mütləq formada təsdiq cümlə olmalıdır. Bir cümlə as well ilə bitirsə, cümlə mütləq formada təsdiq cümlə olmalıdır. Sonra bir cümlə either ilə bitirsə, cümlə mütləq formada inkar cümlə olmalıdır. Bir cümlə deməli at all ilə bitirsə, cümlə mütləq inkar cümlə olmalıdır və cümlə heç vaxt neither ilə bitə bilməz. Bu da çox vacib bir qaydadır. Heç bir cümlə neither ilə bitə bilməz. Mən təsdiqin, inkarın zaten digər bütün qrammatikaları kənara qoyuram. Gördünüzsə cümlənin axırına neither yazdı, cümlə mütləq formada səhvdir, başqa heç bir müvahidə, başqa heç bir amilə diqqət eləmirsiniz. Və either barəsində bunu vurğulayım ki, either inkarlıq yaratmır. Eyni haqqında da bunu deyirəm ha. Eyni və either inkarlıq yaratmır. İnkarda işlənirlər və bu da bizim belə deyim, o qədər cümlə either'la bitir, inkardır, cümlədə eyni var, inkardır. Bunu o qədər görürük ki, bu arada bizi səhv bir təfəkkür yaradır ki, bir cümlədə eyni varsa, bir cümlədə either varsa, cümlə inkardır. Belə şey yoxdur. Cümlədə inkarlıq yaratmırlar, amma inkar cümlələrdə işlənə biləcək vahidlərdir bu saydıqlarım, bu adını sadaladıqlarımız. Okey mi? Yaxşı. Testdə bir neçə şeyə baxaq. There was a dictionary and an encyclopedia in the reference library. Bu cümləni, buyurun. Bu cümləni tərcümə elə. Tərcümə nə tərcümə eləyəcək? Bu cümləni analiz eləyək. Nə düzdür, nə səhvdir variantları var. Zəhmət olmasa. Zəhmət olmasa variantlar. A bəndi, bəli. A bəndi. Nə idi problem? Article yoxdur. Halbuki biz demişdik ki, neither norun tərəflərində article işlənməsi mütləqdir. Article yoxdur. Ona görə bu səhvdir. B bəndi. Aha, C bəndi. And olmamalıdır bu bir. And olmamalıydı bu iki. No orla olur, and ilə olmur bu bir. Article olmamalıdır orada, bu da iki. Devam edelim. Bəli, either orun tərəflərində article işlənməsi mütləq idi. Burada article yazmayıbdır. Y bəndi. Həm to var, həm and var. İki dənə vahidə görə çıxırıq cavabları. Düzdürmü? Yaxşı. We need somebody's help. Yaxşı. Yəni need barəsində burada danışaq da siz bilirsiniz ki, needin iki dənə funksiyası var. Əsas feil funksiyası, modal feil funksiyası. Yaxşı, əsas feil olanda need bütün əsas feillər kimi davranır. İndi hansı halda əsas olacaq, buna bir də qayda edəcəm. Amma əsas feil olan need bütün əsas feillər kimi davranır. Necə davranır? Bilirsiniz ki, əsas feillərin sual, inkar, yaratma xüsusiyyətləri yoxdur. Eləcə need də əsas feil funksiyası daşırsa, deməli sual və inkar formasını özü yarada bilməz. Özü yarada bilməz nə deməkdir? Need əsas feil olanda need not demək olmaz. Sonra əsas feillərin öz sual və öz inkarlarını dedim, özləri yaratma funksiyası yoxdur. Bir də ki, deyirəm ki, need əsas feil olduqda bütün əsas feillər kimi şəxsə və zamana görə dəyişmə xüsusiyyətini özündə daşıyacaqdır. Amma need modal olanda şəxsə və zamana görə dəyişə bilməyəcək, sadəcə need kimi qalacaq. Yəni, digər zamanlarda işlətmək mümkün olmayacaqdır. Və ikinci əsas vahid need modal feil olanda sualını və inkarını özü yaradır. Çünki yadımızdaydısa, o da mən demişim ki, have to-dan başqa bütün modal feillər öz sual və öz inkarlarını özləri yaradır. İndi gələk digər məsələyə ki, need hansı halda əsas, hansı halda modal olur? Əsas feil olanda needdən sonra ya to-lu bir feil işlənir, ya da ki, feil işlənmir. Ya to-lu bir feil işlənir, ya da ki, feil işlənmir. Modal olanda needdən sonra to-suz bir feil, ən vacib isə to-suzda fokuslanmayın. To-suz bir feil gəlməlidir. Baxın, needdən sonra to-suz feil gəlibmi? Feil gəlməyib ümumiyyətlə, düzdür? Əvəzlik gəlibdir. Və salam, əsasdır, əsas feildir. Onda biz bilirik ki, sual və inkar formasını özü yarada bilmir burada. İndi biz cavablara baxırıq. Need not deyibdir. Need not deyən variantlar 100% səhvdir. Do not need, don't need versiyalarına baxacağız. Bu cümlədə nə problem var? Həm to-in işlənməsi, həm somebody'nin işlənməsi. Axı yadımızdadırsa, demişik, some və some'un törəmələri təsdiq cümlələrdə işlənməlidir. Baxırıq, we don't need and nobody's help. Nə problem var?
Bəli, 2 dənə inkar var. Cavabımız oldu D variantı. Y variantı, sorry. Başa düşdük, problem yoxdur ki. İnkar cümlələr məncə sadə bir mövzudur, amma yəni işləyənlər görür ki, köhnə qəbullardan çox qarşımıza çıxır. Yəni inkar cümlələr testləri çox istifadə olunan bir şeydir. 39 tipliyə də bir baxaq. 39 tipli testlərdə mən deməli so do I need do I cümlələrini keçməmişəm sizə. Amma gəlib inkar cümlələrin içində veriblər. Ona görə bir neçə so do I need do I-ın qaydalarında barəsində danışaq. Biz bilirik ki, so do I need do I testlərində əsas məsələ cümlənin təsdiq və ya inkar olmasıdır. Təsdiq cümləyə təsdiq cavabları verir, inkar cümləyə isə inkar cavabları verir. İndi birinci biz nədən danışaq? Təsdiq formalarından danışaq. Affirmative deyək. Affirmative. Yaxşı. Təsdiq cavablarımız so do I need do I modellərindəki təsdiq cavablarımız hansılardır? Onları yazaq. Deməli, birinci növbədə okay. Nə idi birinci qaydam? Deyir ki, so plus auxiliary ya da ki modal verb, düzdürmü? Plus nə? Subject. Yəni mübtəda. So üstə gələk köməkçi və ya modal və üstə gələk mübtəda. Sonra ikinci modelimiz subject, yəni mübtədamız plus auxiliary or modal verb deyirik. Plus to. Bəli, to ilə bitirdim. Okay. Və bütöv cümlə modelimiz var idi. The whole sentence. The whole sentence bütöv cümlə modelində sentence plus nə ilə bitməlidir? To ilə bitməlidir. Yaxşı. Və but olduğu halda ziddiyyət yaranacaqdır. But plus elə negativ deyim də. Təsdiqə cavab verəndə but deyiriksə artıq o negativ, inkar olmalıdır. Bizim negativ cümlə modellərimiz, inkar cümlə modellərimiz necədir? İnkar cümlə modellərimizdə adını seçəcəyik. Neither plus auxiliary or modal verb plus subject. Elə mi? Subject. Davam edək. İkinci modelimiz subject plus auxiliary modal verb plus either. Amma bura yazıram in negative. Yəni inkarda olan köməkçi və ya modal fe'l. Çünki biz inkar cümlə inkar cavabları veririk və either axı inkarlıq yaratmır, inkarda işlənir. Yəni cümləni özünüzün inkar eləməyiz mütləqdir. The whole sentence. Bütöv cümlə modelimiz the whole sentence cümlənin özünü elə bütöv yazar, bir dənə axırına nə yazar? Either yazar. Amma but olsa plus affirmative deyəcəm. Yəni but olduqda artıq dəyişir, inkara təsdiq cavab modelini qurmuş oluruq. Yaxşı, baxaq bu testdə. Baxırsınız, does Samuel, so does Brian. Təsdiqə təsdiq cavab verir. Biz bunu iki tərəfi də inkar eləməliyik artıq, eləmi? Does'ın inkarı nə olur? Bax, does burada əsas feildir, unutmayın. Bax, görürsünüz, does'dan sonra başqa feil yoxdur ki, does'ın özü əsas feildir də, düzdür? Onda birinci tərəfə does'ın some yazan versiya səhvdir. Çünki axı do does dedi 100% əsas feilin yanında durmalı, düzdür? Does'ın do somes deyərik də orada. Əsas feilin özünü də işlətməliyik. Ona görə hansı cümlədə does'ın some deyibsə biz onu 100% çıxırıq artıq. Burada da eyni səhv eləyiblər. Aha. Tom doesn't do sums well and Brian does either. Baxın, burada inkar verməyib cavabı. Halbuki hər iki tərəf inkar olmalıydı axı. Tom doesn't do sums well and Brian doesn't either. Cavabımız elə C variantıdır. Bura baxırıq. Bir cümlədə iki inkar olmaz. Yaxşı, bu sizin ev tapşırığınız. 14-cə